Həmən o məzar açan kişi hündür və belə orta yaşlı adam idi. Gəldi belə ilkini tələdi kənara, dedi, ana nə istəyirsən? Əyildi belə mənə sarı, dedim ki, nə istəyəcəm, ağlaya-ağlaya, balamı görmək istəyirəm. Bir tələdi hamını belə kənara, dedi, çəkilin, gəl ana, dedi, gəl git gör balanın nəyi var, onun elə bir güldü. Mən də balamı sığalladım, tumaradım. İnanın ki, bax, insan belə canlı necə bizi ilə idi. Yumuşaq. Sərtlik belə yox idi. Mən bunu bir Allah şahidimdir ki, gördüyümü deyirəm də. Yəni, mən nəsə uydurum. Bəzi analar sonra mənə dedilər ki, bəlkə bizi rahatlatmaq üçün deyirsən, bəlkə nə bilim belə. Amma mən orada nə gördüm, sonu dedim. Gülaf aparmışdım ki, məzara səpərəm, sonra məzar bağlanar. İnanın, gəldim, oturdum məzarın qırağında. Belə baxıram. Öz-özlüyümdə deyirəm ki, ilahi görürsən, orada bir cücü, bir qarışqa, bir həşarat görə bilərəmmi? 11 aydır o məzarda